Həmişə məndə belə bir düşüncə var idi ki, kaş ana bətnində nələr yaşayırıq, o haqda məlumatımız ola. İndi düşünürəm ki, yaxşı ki, heç nə xatırlamırıq bu haqda. Yaxşı ki, Bu xatırlamırıq. yorar bizi. Yaxşı ki, xatırlamırıq. Amma o harda düşür? Amma Harda? o var bizim xatırımızda. Harda? Şuur altımızda. Düzdür, şuur altımızda. Şuur altımız çox böyükdür, çox böyükdür. Bu dəqiqə mən bu studiyada hansısa bir mikrofon stakanları görürəm burada. Mən birazdan sonra yadımdan çıxacaq bu stakanın üstündə hansı uzorlar, naxışlar var. Ola bilsin Allah Taala ömür versə bir 10 ildən sonra bu naxış gələcək gözümün qabağına stakan. Deyəcəm Allah, mən bunu harda görmüşəm. Şuur altımızda həkk olunacaq. O qədər şey danışmaq olar şuur altında. O qədər şey danışmaq olar. Bu tamam psixodinamikadır. Stressdən uzaq durmağın yolu varmı? Yoxdur. Birinci, A bəndi yoxdur. B bəndi onunla necə yaşamaq, onu necə müşahidə etmək olar. Deyirsiniz ki, mübarizə aparmayaq, alışaq ona. Alışmaq da lazım deyil. Ona insan özünü hazırlamalıdır. Bu da bir növ alışmaq deyilmi? Mən sizə bir məsələ